Salam uşaqlar. Bugün də monitoring 4'ə baxaq. Monitoring 4. Birinci sualda əslində sadə sualdır. Yəni yada salaq əkobu. Əkobda fikir verin. 160, 80, 30. Hər üçündə ortaq qrup nədir? 10'dur. 10'u çıxarıram çölə. Qaldı içəridə əkob. Birində qaldı 16. Birində qaldı 8. Birində də qaldı 3. 3'lü əkob tapa bilmirsinizsə 2 tapın. Məsələn, baxın 10 olduğu kimi qaldı da burada. 10 vurulsundu. Əvvəlcə 16 ilə 8'i əkobu düşünək. 16 ilə 8'i əkobu tapanda biri digərinə bölünürsə, deməli o ikisinin əkobu böyüdür. Məsələn, 16 ilə 8 əkob düşünəndə 16 8'ə tam bölündüyü üçün onların əkobunu 16 kimi götürürük. Bu ikisinin əkobu 16'dır və 3 də qaldı bu tərəfdə. İndi 16 ilə 3'ə əkob götürəndə 16 ilə 3'ün heç bir ortaq vuruğu olmadığına görə elə onların hasili olacaq. 16 vurulsun 3. 3 vur 6 18. 8 yazsam 1 yadda 3 48. Ona da vuranda eləyir 480. Deməli cavabımız oldu 480. A variantı. 27'də çarpaz vurmadır. Çarpaz vururuq. Ümumi şəklini göstərirəm. Hesablamasını özünüz eləyin. Yəni 3'ü vurursunuz 125'ə. Bərabər edirsiniz 5 vurulsun A'ya. Buradan A'nı da tapanda neyini 125 vurulsun 3'ü 5'ə bölməliyik. Buradan nə alınırsa cavab odur. 28 də asandır. Əslində bu suallardan o bir monitoringlərdə 2'də 3'də var idi. Diametri 3 desimetr olan deyir. Çevrənin uzunluğu neçə santimetrdir? Fikir verirsinizsə, burada əvvəl desimetrlə verir. Sonra santimetrlə cavab istəyir. Deməli, əvvəlcə biz desimetri çevirməliyik santimetrə. 3 desimetr neçə santimetr eləyir? Deməli, 100'ə vurmalıyıq. Eləyir 300. Bir dəqiqə, 10'a vurmalıyıq. Üzülü sayın. 10'a. 30 santimetr. Deməli 3 desimetr 30 santimetrdir. Diametr, yəni D bərabərdir 2R'dir də. 2R olduğu üçün 2R nəyə bərabər olur? Yəni diametrin özünü veriblər də 30. R də bərabərdir. 30'u 2'yə böləndə düşdü 15. Radius 15 isə çevrənin uzunluğu nədir? S bərabərdir 2πr. Gətirib yerinə yazaq. 2 vurulsun. Pi vurulsun. 15. 2'ni də 15'ə vuranda eləyir 30. Yanında da pi. %29'da 160 ədədini 2, 3, 5 ədədlərlə düz mütənasib hissələrə böldüyəndə götürürük 2K, üstə gəl 3K, üstə gəl 5K bərabərdir 160. Bunlar da 10K bərabərdir 160. K da bərabərdir 160. 10'a böləndə düşür 16. K 16'dırsa bizdən nə istəyir? Kiçik hissə ədəddən neçə dəfə azdır. Kiçik hissə nədir? 2K'də 2K, yəni 2 vurulsun K, o da eləyir 2 vur 16, 32. Deyir ki, kiçik hissə ədəddən neçə dəfə azdır? Ədədin özü 160'dır. Kiçik hissədə 32'dir. Neçə dəfə azdır deyəndə 160'ı bölməliyik 32'yə. Burada nə alınsa deməli cavab odur. Hesablayarsınız.
Burada deyir ki, ədədin 2 dəfə artması neçə faiz artmadır? Bunun düsturu da var. Ədədin 2 dəfə artması, yəni n dəfə artma deyəndə bu n minus 1 vurulsun 100 düsturundan istifadə edirik. 2 dəfə n-in yerində 2 durur. 2 minus 1 vurulsun 100. Bu da eləyir elə 100. Deməli 100% artmadır. Bunun cavabı düzgün verilməyib, 50 verilib. Cavab 100 olmalıdır burada. Lap düstursuz belə tapmaq olar. Ədədi 2 dəfə artması deyir. Ədəd olsun x. 2 dəfə artmaq nə olur? 2x. Bu tandem məsələləri kimi həll eləmək olar bunu. Yəni x-dan 2x-ə qalxıb. Məxrəcdə x olmalıdır. Yuxarıda bunların fərqi vurulsun 100%. 2x-dan x çıxıram, yuxarıda x, aşağıda x vurulsun 100. X-dan x getdi, qaldı elə 100-ün özü. Cavab olur burada 100. 31. 31'də k çoxluğunun elementlərinin sayı ən kiçik 2 rəqəmli ədəddən. Elementlərin sayı yəni nk. Ən kiçik 2 rəqəmli ədəd 10'dur. 2 vahid çox deyirsə 12. Yəni 10 üstəgəl 2-də. M çoxluğunun elementlərin sayı n, m. Ən böyük 2 rəqəmli ədəddir. Yəni 99'a bərabərdir. N-dən nk-nı çıxanda da 99'dan çıxırsınız 12'ni. Bu da eləyir 87. C variantı. O deyir, hər çevrənin radiusu 16. Yəni buradakı çevrələrin hər birinin radiusları 16'dır. Fikir verin, bu hissələr hamısı, yəni radiuslar 16'dır. Baxın 16. ABC üçbucağın perimetri deyəndə necədən 16 oldu? Bütün üçbucağı belə gətirdi bu 16'lar. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə 16 oldu. Yəni perimetri tapanda 12'dən 16'nı toplamalıyıq. Yəni 12 vur 16. Bunu da vursaq 6 vur 2, 12, 1 yadda 72, 2, 1, 2, 9, 1. Delədi 192. B variantı. Bu da sadə sualdır. 33. A ədədinin 5'də 2 hissəsi. Bu misaldan da həll elədik əslində. Ümumi yazıram. Hesablamasını özünüz yazın. A vurulsun 5'də 2 bərabər 140. A bərabərdir 140. Yəni da bunu birbaşa yazıram da A-nı tapmaq üçün 140'ı 5'də 2'yə bölürük. Bunu da böləndə tərsinə vurmuş oluruq. B'nin 4'də 1 hissəsi B vur 4'də 1 bərabərdir 150. B də bərabərdir 150 vurulsun 4 olur bu da. 4 vur 5'də 22 yadda 600. A bölünsün B'dir. 350'ni bölürük 600'ə. Nə alınırsa onu tapırıq. Mənfi 23 üstə gəl A minus 50 deyir. Buradan A-nı tapırıq. A olduğu kimi qalır. Mənfi 23'ü keçirik o tərəfə. Mənfi 50 üstə gəl 23 olur. O da bərabərdir. Böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. Bu da elədi. Mənfi 27. Sonra o birisi mənfi 28. Çıxılsın minus mənfi 50. O da plus 50 olur. Mənfi edir, müsbət olur. Buradan da B-ni tapanda yenə böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. 50'dən 28 çıxırıq. 22. Müsbət 22 olur.
S minus 57 beraberdir mənfi 30. Buradan S'ni tapanda mənfi 57 o tərəfə keçir. Mənfi 30 üstə gəl 57 olur. Bu da müsbət 27 olur. Bizə deyir ki, S üstə gəl B. Yəni, S üstə gəl B D'yə bərabərdir. S'nin qiyməti 27-dir. B'nin qiyməti 22-dir. Bunlar D'yə bərabərdir. Onda D nəyə bərabər olur? 49-a. D'nin qiyməti 49-dur. Qiymətləri tapdıq. Bu 49 nə deyir? Artan sırayla ən kiçikdən ən böyüyə düzündür. S 27, B 22, A da mənfi 27. Deməli, birinci A gəlir, sonra B gəlir, sonra C, sonra da D. A, B, C, D ilə. A variantı olur. Diaqramda şagirdlərin sayı izə imtahanı aldığı qiymətə göstərmişdir. 5 alanların sayı bütün sinifin neçə faizdir? 5 alanların sayı 8-dir. Bütün sinif tapanda bütün hamısını toplayırıq. Deməli, 8 ilə 6, 14, 24, 40. Bunu da vururuq 100-ə. İxtisarlar gedir. 8 ilə də 2, 4, 4 vur 5-də 20. 20% təşkil edir. Xalidin 100 manat pulu var. O həmin pulun 9 manatına kitab aldı deyir. Qalan puluna isə 13 ədəd dəftər aldı. Deməli, 100 manat pulu var. Həmin pulun 9 manatına kitab alıb. 100 manatdan 9 manatı çıxırıq. Qalır 91 manat. Qalan puluna isə 13 ədəd dəftər aldı deyir. Dəftərin biri neçə manatdır? Yəni 91 manatın hamısına 91-i bölsəm 13-ə dəftərin birinin qiyməti ortaya çıxar. Bu da 7 manatdır deyəsən. 7 manat eləməlidir. Bəli, 7 manat eləyir. D variantı. Deməli, 37-ci misalda ifadəni sadələşdirin deyir. Deməli, əvvəlcə mötərizələri açıb ifadəni sadələşdiririk. Sonra da x-in qiymətini yerinə qoyub hesablayırıq. 3 vur 14x 3 vur 4 12 2 yazsam 1 yadda 3 vur 1 3 1 də yadda 4 yanına da x. Üstə gəl 3 vur 5 15 çıxılsın. Bax, buradakı mənfi bunun içini vurub açanda işarələri dəyişdirir. 7 vur 15. Deməli, 7 vur 5 35 3 yadda 7 3 də yadda 10 çıxılsın. 6 vur 7 və 42x yazdıq burada. Bir də neysə səhvlədik, x yox açıq. Burada bunlar gedir. Misal niyə qoyublar? Maraqlı deyəndə x-in qiymətinə nə ehtiyac var ki burada? X-lar gedir, qalır 15 minus 105, o deyil mənfi 90. Heç buna ehtiyac olmadı. A variantı. Oturacağın sahəsi 30 desimetr olan silindrin hündürlüyü 70. Yenə həcmdir. Həcm yenə deyirəm S oturacaq olsun. H deməkdir. Rahat desimetrlə də verilib. Oturacağın sahəsi verilib 30. Bu çox sadədir. Hələ oturacağı birbaşa sahəsini veriblər. Hündürlük də oldu 70. 30 vurulsun 70. 2 dənə 0 yazdıq. Bu da oldu 2100. C variantı. Qarşılıqlı bucaqlardır. Bir-birinə bərabərdir 39-da. 3x üstə gəl 56 bərabərdir 4x minus
12. X'ları bir tərəfə keçirir, ədədləri bir tərəfə. 4x burada qaldı. Yanına 3x keçəndə minus oldu. 56 burada qalmışdı. Mənfini 12'ye keçəndə müsbət 12 oldu. Burada x qaldı. 56 ilə də 12'ni topladıq. Oldu 68. Demək x 68'dir. Bu da B variantı. Yəni nisbət verilirsə, qonşu bucaqların dərəcə ölçülərinin nisbəti 13'ün 5'ə deyirsə, deməli 13 qonşu bucaq deyirsə, cəm 180'dir. 13k üstə gəl 5k bərabərdir 180'a. Burada deyirlərdi 18k bərabərdir 180. K da bərabərdir 10. Yəni 180'i 18'ə bölürük. K 10'dursa bucaqlardan biri 13 vur 10. 130, 5 vur 10, 50. Bucaqların fərqini tapın deyir. Bu da elədi 80. Qırx birdə 41'de bakın A, B, C deyək. Bu A, B bucaqlarının ikisində 70 dərəcə verib. Oturacağı cik bucaqlar bərabərsə, deməli bu bərabər yanlı üst bucaqdır. A, B tərəfində verib 10 məsələn. A, B üçbucağın növünü deyib, bu oldu bərabər yanlı üst bucaq. Şəkildə neçə parça var? 42 də düsturda. Bayaq yəni şüaların sayının tapılması üçün yazmışdım. Həmçinin parçaların sayının tapılması da eyni düsturda. Bu düsturda istifadə olunur. 1, 2, 3, 4, 5, 6 dənə burada nöqtə varsa 6 vurulsun. 6 minus 1 bölünsün 2. Bu 6 ilə bu 2 xısa gedir 3. Burada kəsrəkdə qalır. Burada qaldı 3, burada qaldı 1. 3 vurulsun. Altdan da 1 çıxdım. 5 bu da elədi. 15 oldu C variantı. Aşağıdakilərdən neçəsi tam ədəd deyil. Deməli, bu kəsir olanları götürürük də bu. -1,5 tam ədəd deyil. Sonra 7,8 tam ədəd deyil. Burada 100 tam onda 1 var, tam ədəd deyil. Nöqtəli vergül olanlar diqqət yetirin. Bax, 1 vergül tam deməkdir. 2 dənə nöqtəli vergül qoyulanlar. Deməli, bu da -0,5 də tam ədəd deyil. 4 dənə oldu. 44. Fərq çıxılandan 3 dəfə böyükdür deyir. Baxın. Azalan, çıxılan fərqdir də bu. Deyir ki, fərq çıxılandan 3 dəfə böyükdür. Yəni, çıxılanı 3'ə vursam, fərqə bərabər olar. Digər tərəfdən bu eyni güclüdür işarəsi qoyuram. Azalanı tapmaq üçün fərqin üstünə çıxılanı gəlmək lazımdır. Bunu elə keçiririk. Deməli, burada gətiririk azalanın yerinə, fərqin yerinə 3C qoyuruq. 3 vurulsun C. Bu da olur 4C. 4C. Deməli, azalan 4 çıxılana bərabərdir. Bizə nə deyir? Deyir, azalan çıxılan fərqin cəminin yarısı. Yəni, azalan üstə gəl, çıxılan üstə gəl fərqin cəminin yarısı. Bunları toplayıb 2'yə böləndə 48 olmalıdır. Gətirək yerinə yazaq. Azalanın yerində 4C durur, onu yazıram. Üstə gəl C, üstə gəl fərqin də yerində 3C durur. Böl 2 bərabərdir 48. Deməli, 4C ilə 1C eləyir 5C, 5'in də üstünə 3, 8C. Yəni, 8 vurulsun C bölünsün 2 bərabərdir 48. 8 ilə 2 xısa getdi, qaldı burada 4. 4C bərabərdir 48. C də bərabərdir 48'i də 4'ə böləndə 12. Çıxılan 12'yə bərabərdir. Azalan neçədir deyir. Azalan da nə idi? Azalan bərabərdir 4C idi də.
4 vurulsun 12. Deyədi 48. Deyədi 48. 45'e baxaq. Deyir ki, aysı gün ərzində termometrin göstəricisini qeyd edərək müəyyən etdi ki, temperatur hər 4 saatdan bir 3 dərəcə aşağı düşür. Deməli, hər 4 saata 3 dərəcə aşağı düşür, aşağı. Və səhər saat 9:00-dan temperatur 5 dərəcədir. Axşam 21:00-da temperatur nə qədər olar? 9-dan 21-ə düz 12 saat keçmiş olur da. 12 saat. Hər 4 saatdan bir 3 dərəcə düşürsə, 12-ni 4-ə bölsəm, düşər 3. Yəni 3 dəfə. 3'ü də bu dərəcəyə vursam, yəni 12'nin içində neçə dəfə 4 saat var da. Deməli 3 dəfə temperatur düşəcək 3 dərəcə ilə bir ki. Ona görə 3'ü vurduq 3'ə 9. Temperatur 9 dərəcə aşağı düşməlidir. Əvvəl 5 dərəcə idi. 9 dərəcə aşağı düşəndə 5'dən çıxırıq 9'u. Bu da eləyir -4 dərəcə Selsi. B variantı. 46. Həcmi veriblər 216, hündürlüyü veriblər 2. Silindrin oturacağının çevrə uzunluğunu tapın. İndi burada yəqin ki 3'ünü veriblər P-ni. Dedik ki, həcmin düsturu nədir? S oturacaq vurulsun H. Bizə indi nə veriblər? Həcmi veriblər. Sonra S oturacağı verməyiblər, vurulsun H-ı veriblər. Buradan vuruq hasil S oturacağı tapa bilərik. Deməli, 216'nı bölməliyik 2'yə. Bu eləyir 108. Oturacağın sahəsini tapdıqsa, çevrənin uzunluğu nədir? S bərabərdir 2pi R-dir də. Burada bizə R lazımdır. Sahədə də pi R kvadrat olduğuna görə pi R kvadrat nəyə bərabərdir? 108'ə bərabərdir. 108'ə bərabərdir. Burada da P'nin qiymətini deyəsən 3 vermişlər, 3 veriblər. Pi 3 olsa 3 vurulsun R kvadratı bərabərdir 108. R kvadratı bərabərdir 108 bölünsün 3. Bu da yakın. 36 eləyir. Radius da bərabərdir 6'ya. Radiusu tapdıqsa, bunu belə yazaq da, fərqi yoxdur yazılışın. 2pi-dir də. 2 vurulsun pi 3'dür. Radiusu da 6 tapdıq. 2 vurucu 6, 6 vur 6, 36. Deməli, çevrə uzunluğu olur 36. Düsturlar bilmək lazımdır uşaqlar. 47. A ədədi B-nin 50%-dir. Deməli, bir ədəd digərinin hansı faizi təşkil edirsə, birinci verilən ədəd, ikinci verilən ədədə bölüb 100'ə vurmaq lazımdır. Bərabər edirik burada 50'yə. Deməli, bu 50 ilə bu ixtisar gedir. Qalır burada 2, burada 1. A bölünsün B bərabərdir 1 bölünsün 2. Bizə nə istəyir? A bölünsün B nisbətini tapın 2'də 1. Bir dəqiqə, yəni 32'dən böyükdür x plus 17 bərabərsizliyinindir. Ən kiçik natural həllinin 2 mislini tapın. Əvvəlcə bərabərsizliyi həll edək. X burada qalsın, 17'ni keçirəm o yana. Bu x
harda da olsa əsas odur ki, üzü belə dönük olmalı. Yəni x böyükdür olmalıdır. 32-dən çıxırıq 17-ni. X böyükdür 15 olur burada. Deyir ki, ən kiçik natural həllini. Yəni bunun ən kiçik natural həlli x bərabərdir 16. Yəni 15-dən böyük. İlk gələn natural ədəd 16-dır da. 16 həllinin 2 mislinidir. Yəni 16-nı da vururuq 2-yə. Eləyir 32. Tapdıq 2 mislini. A bərabərdir 3B bölünsün C. Kəsində B və C eyni zamanda 3 dəfə artarsa deyir. Deməli, bayaq B idisə, 3 dəfə artıb olur 3B. C'miz C idisə, indi artır olur 3C. 3 dəfə dediyinə görə. Gətirib bu tənlikdə yerə yazırıq. A bərabərdir 3 onsuz da əvvəl var idi. Bu 3 onsuz da əvvəl var idi. Bu bizə heç bir şeyə təsir eləmir. Bunu yazsaq da olar, yazmasaq da olar. Heç yazmasaq da olar, yəni. B bayaq B idi, indi əvəzinə nə yazıram? 3B yazıram. C-nin də əvəzinə 3C yazıram. Bunlar ixtisar gedir. Yenə bu 3 elə bir ki, var, yəni ki, olub olmasının bir önəmi yoxdur da. Bu 3 tutaq ki, qalsa da əlavə elədiyimiz 3-də ixtisar gedir. Yenə eyni şey alınır. Deməli, necə dəyişər? Dəyişməz. A dəyişməz. Çünki əlavə elədiklərimiz ixtisar getdi, heç nə qalmadı. Şəkildə verilən O və M mərkəzli çevrələrin uzunluqları mərkəzlərini qeyd edək. Deyir, O və M mərkəzi çevrilən uzunluqlara uyğun olaraq 96 və 24'dür. Uzunluqları ha. Yəni, tutaq ki, böyük çevrənin uzunluğu olsun C1, 2, pi, R1 yazaq. İkincisi olsun C2, 2, pi, R2 deyək. Yəni, bax, bu R2'dir. Bu da R1'dir, radiusları. Pin də qiymətini veriblər 3. OM parçasının uzunluğu tapın deyir. Deməli, birincisinin uzunluğu 96'dır. Yəni, 2 vurulsun, P'nin qiyməti 3'dür, vurulsun R1 bərabərdir 96'ya. 2 vur 3, 6'dır. Buradan R1'i tapanda 96'nı 6'ya bölməliyəm. Deməli, 96'nı da 6'ya böləndə düşür 16. Deməli, R1'in qiymətini tapdıq 16. Bax, buradan bura kimi 16'dır. Sonra 2 vurulsun, yenə P'nin yenə 3 yazıram. R2 bərabərdir 24 veriblər. R2'ni də tapanda 24'ü yenə 6'ya bölürəm. Deməli, 24 də 6'ya böləndə düşdü 4. Buradan bura qədərdir məsafə 4'dür. R2'ni də tapdıq. OM parçasının uzunluğu da 16 üstə gəl 4 elədi 20. Bu da belə.